Aziz takipçiler, səfərə çıxırıq Toxtamışla. Səfərimiz uzaqdır. O bir kət var, oraya gedəcəkdim. Oralar bulutlu olduğuna hələm oraya getmirəm. Gev islanarıq, yağışa düşərək. Düylün kəndinə gedirəm. Gerim Düylün kəndini çəkəcəyəm. Düylün şəhidlərimizi ziyarət edəcəyəm. Bütün şəhidlərimizi orada Fatih oxuyacağam, Fatih bəxşləyəcəyəm. Beləmsinə. Maraqlı çəkilişlərim olacaq yol boyu. Çəkəcəm, görəcəksiniz. Gedirik Düylün kəndinə. Deməli, mən maşın yolu ilə getsəm, hardasa 16 kilometr dəstə başına, 5 ora, 5 ora, 25 kilometr yol eləyir. Biz dağ yolu ilə gedəcəyik. Kəsə. Salam əleykum eləyin. Bəs gedir. Cavan da. Fikir vermə, Toxtamış. Ay salam əleykum. Allah qüvvət versin, yorulmayasınız. Hoş geldin. Həmişə sən gələsən. Allah canınızı dəyməsin. Sənət işi budur be. Həqiqətən də. Birazdan bəli eləyir. Cabir ya, sən nişan 5 vermişəm. Sən yaradırsan. Allah canına dəyməsin. Badamar arxına su gəlirsə, demək əkinçilər əkinləri suvarır. Gedirəm indi. Ha, bu zəmidədir. Gedirəm əkinçilərin yanına, görüm vəziyyət nə yerdədir əkinlərdə. Salam əleykum. Allah qüvvət versin, yorulmayasınız. Süleyman, zəmilərin vəziyyəti nə yerdədir, qardaş? İndi də getmişik bu təsir var, Allah'a təvəkkül. Allah canınıza dəyməsin. Su olur, bundan boyuna su olacaq. Əhməd müəllim dedi ki, su verəcəm də. Yağışın yetisini. Əsas yağışdır. Su varmanın şey olmaz. Uzaqdan gəlməsə. O biri əkinçi kimdir? Adını çəkmə onun. Hansı? O biri. Salam, necəsən? Yorulmayasan. Sağ ol, Allah qüvvət versin. İçir zəmilər qəşəng, yavaş-yavaş. Su isə düzələcək. Yağış yağmadı da, bu il quraqlıq oldu. Quraqlıq oldu. Hər il yağırdı, bu il yağış yağmadı. İnşallah yaxşı olur, Allah əməyinizi itirməsin. Sağ ol. Aziz insanlar, bura Düylün kəndinin yuxarı hissəsidir. Bu binaların hamısı təzə salınmış artım nəticəsində təzə salınmış binalardır. Yuxarı hissədir. Bura belədir, Düylün kəndidir. İndi gedirəm Düylün kəndini gəzəcəyəm. Düylün kənd mərkəzində olacağam. İnşallah. Salam əleykum. İşiniz avanda olsun. Uşaqlar, necəsiniz? Yaxşısınız? Allah canınıza deyib. Bekarçılıqdır. Mən də gəzirəm. Düylün kəndindəyik. Yollar səliqəli. Qəşəng. Burada Düylün kənd məktəbidir. Salam əleykum. Bulkalar nə yekəli, qəşəng ləzzətli. Super. Burada Düylün kənd mərkəzidir, dövlət binasıdır. Aziz insanlar, bura Düylün şəhidlərinin xatirəsini ucaldılmış abidədir. Şəhid mayor Əliyev Asiman Vaqif oğlu aşağıda Şəhidlər xiyabanında qəbri olmadığından o Bakıda dəfn olunubdur. Onun adını mən orada hesab elə çəkmirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Düylün kənd xidmət mərkəzidir.
Ejder lavaş sexi. Çayxanadır. Salam aleyküm. Mənim atımın adını tanıyırsınız, bilirsiniz. Bəli. Nə tərsiz? Mənim atımın adı Toxtamışdı. Bilirəm, Namış, neredesin? Pirə gəlmisiniz. Ha. Allah qəbul eləsin nazirə ihsanınızı. Saxlamışsan. Nənə, əlindəki quruşka nədir hayli? Nə qəşəng quruşkan bu? Qəşəkdir. Çox malımı, dəyməz. Fağır atdı. Mən də geyrim şəhidləri ziyarət edeyim. Adın nədir sən? Ya bir də adın nədir sən? Nə? Zəhra, sənin adın nədir? Sadiq, sənin adın nə? Mələk? Mələk. Nuray. Sənin adın nədir dostum? Əkbər. Ay maşallah maşallah. Sağ olun, sağ olun. Salam aleyküm. Yaxşısan. Pirə gəlmisiniz. Allah nazarınızı qəbul eləsin. Allah hamımızın canınıza dəyməsin. Bu balaların da Allah canını sağ salamet eləsin. Allah hamımızdan razı olsun. Sağ olun. Sağ olun. Allah var eləsin. Gerim şəhidlərini oraya ziyarət edeyim xiyaban. Sağ olun. Bura Düylün kənd şəhidlərinin xatirəsini ucaldılmış abidədir. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid Mətin Hüseynovun qəbridir. Abdullayev İntiqamın qəbridir. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Allah bütün cəmi Azərbaycan şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qəbirləri nurla dolsun. Allah veteranlarımızın, qazilərimizin də canını sağ və salamet eləsin. Dünya durduqca dursunlar. Şəhidlərimizin, veteranlarımızın, qazilərimizin sayəsində başımızı diş tutub dolanırıq. Əvvəl bu həqiqətən də belə deyirdi. Məkanınız cənnət olsun, əziz şəhidlər. Şəhidimizin də qəbri bu biri qəbristanlıqdadır. Birinci Qarabağ müharibəsi şəhidimizdir. Rızayev Surxay İsaoğlu 1973-cü il 94-cü ildə şəhid olubdu. Sədərək uğrunda gedən döyüşlərdə birinci Qarabağ müharibəsi şəhidimizdir. Yenə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Veteranlarımızın, qazilərimizin də canı sağ və salamet olsun. Məlumuz da olsun ki, mənim rəhmətli atam da birinci Qarabağ müharibəsi veteranı idi. Allah bütün ölənlərimizə rəhmət eləsin. Qədimov Pənah Salmanoğlu 4-cü şəhidimizdir Düylün kəndində. Düylün kəndinin ilk şəhidlərindəndir. Birinci Qarabağ müharibəsi şəhidi. Allah qəni-qəni rəhmət eləsin. Bu da Düylün pirimizdir. Allah cəmi qəbristanlıqda yatanlarında hamısına qəni-qəni rəhmət eləsin. Heç bayaq soruşma, Ahmet, siz hardan gəlmişsiniz? Vənətdən. Hə, bilsin də. Salam, xoşunuz olsun, xoşunuz olsun. Nə tərsiz? Allah nazırınızı qəbul eləsin. Toxtamış qəşəkdir. Burada Düylün kənd çayxana kafedir də bura. Qəşəng yedirtdilər, içitdilər. Allah evlən avan eləsin. Kimə nə deyirsiniz deyin. Əmr dayı nə deyim? Salam söyle. Mənim gözüm üstə. Əmr dayı Bütün dostlara salamlar, qohumlar. sağ ol. Sağ ol. Allah canınıza dəyməsin. Çox sağ olun. Kim də çay içib, çörək yemək istəsə buyurub gəlsin. Düylün kənd elə bura istirahət mərkəzi kimi bir yerdir. Hə. Oldu. Sağ olun uşaqlar. Sağ olun. Düylün kəndinin mərkəzindəyik. Və bizim polislərimizdir. Allah polislərimizin də canını sağ salamet eləsin. Düylün kəndində asayişi qoruyurlar.